Nə deyirəm ki? Əgər Qədir Ulduzun özü ilə danışıbsa, bizim nə sözümüz ola bilər? Qoy xoşbaxt olsunlar. Amin. Əbi Qasım, gedək bu şad xəbəri yoldaş Qədirə çatdıraq. Sağ olun. Xoş gəldin. Salam tamam xala. Əleyke salam. Tamam xala. Məni ilə Ulduz... Yox, səhv elədim. Bəxtiyarla yetər. Yox, yenə çaşdım. Bilirsən, tamam xala. Məni ilə yetər elə Ay balam, bir-birimizi... sənə nə olub dilin topuq çalır? Tamam xala, Hə, bilirsiniz, biz gəlmişik. xoş gəlmişsiniz. Mən gəlmişəm ki... Hə. İş, qoyun mən deyim. Tamam xala, Hə. Bəxtiyarla Ulduz. Biri-birilərini sevirlər, evlənmək istəyirlər. Mən də o demək istəyirdim də. Düzdür qızım. Xoşbaxt olun balalarım. Görəsən bizi nə vaxt təbrik eləyəcəklər? Tamam! Ay tamam! Kızım, təbrik eləyirəm. Hə, tamam. Niyə dayanmısan? Ay kişi, deməli sən də razısan? Əlbəttə. Allaha şükür. Qalxoz sədri özü bizim kürəkənimiz olacaq. Bu kişi nə danışır, hə? Bəlkə səni sədr seçiblər. Nə? Elə şey ola bilməz. Arvad zilə çıxma. Mən elçilərə söz vermişəm. Nə danışırsan ay kişi? Baxtiyarla Ulduz bir-birlərini sevirlər. Nə? Salamün aleyküm. Salam. Təbrik edirəm Əliş dayı. Gözümüz aydın. Sizi də təbrik edirəm, tamam xala. Sizi də təbrik edirəm. Sizi də təbrik edirəm. Axır ki, bizi də təbrik elədilər. Salamün aleyküm. Camaat, hamınızı toya dəvət eləyirəm. Ulduz xanım, mən söz tapıb danışa bilmirəm. Amma sənin üçün bir toy eləyəcəyəm ki, səsi ərş əlaya çıxsın. Sağ olun, toyu özümüz elərik. Bu nə sözdür? Mən ölmüşəm məyə. Sizi də Ulduzla mənim toyuma dəvət edirik. Ulduzla sənin? Bu nə danışır?